Salam əziz namizədlər. Bugün sizə vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikası qanununun müəyyən hissələri qeyd edəcəm. Deməli, ilk öncə qanun bizə başlayır. Konstitusiyanın 57-ci maddəsindən və 94-cü maddənin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq. Yəni 57-ci maddədə keçmişik ki, müraciət etmək hüququdur və bu yalnız Azərbaycan vətəndaşlarının hüququdur. 94-cü maddə ümumi qaydaları Milli Məclisin 1-ci hissəsinin 1-ci bəndində isə bizə qeyd edir ki, Konstitusiyada təsbit edilən insan vətəndaş hüquq və azadlıqlarından istifadə və bu hüquq və azadlıqların dövlət təminatı. Yəni, bunun haqqında ümumi qayda müəyyən edir ki, vətəndaşlar həmin hüquq və azadlıqları müraciət olaraq həyata keçirsinlər, ərizə olaraq, təklif olaraq və ya da şikayət olaraq. Qanun tənzimləyir. Nəyi tənzimləyir? Müraciət hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir və həmin etdiyimiz müraciətlərə vəzifəli şəxslərin baxma qaydasını müəyyən edir. Daha sonra və biz qeyd elədik ki, müraciət hüququ yalnız Azərbaycan vətəndaşlarının hüququdur. Amma təbii ki, bu bizə o qənaəti vermir ki, yalnız Azərbaycan vətəndaşları edirsə, əcnəbilər müraciət edə bilməz. Və bunu tənzimləyən bizim 5.9-cu maddədə qeyd edir ki, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, o zaman əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və eyni zamanda xarici hüquqi şəxslər də müraciət hüququndan istifadə edə bilər. Yəni, bu qanun onlara da şamil olur. Amma şamil olunmur desək, 5.2-ci maddəyə uyğun olaraq bu maddələrin sıralamasını təbii ki, bilməyə ehtiyac yoxdur imtahan üçün. 5.2-ci maddəyə uyğun olaraq məhkəmə icraatı və yaxud da inzibati icraat çərçivəsində olunan heç bir müraciətlərə şamil edilmir. Həmin hissəyə çatmışkən bunu qeyd edə bilərik ki, hərbi qulluqçularla bağlı olan bir məsələ, hərbi qulluqçu və yaxud da onun ailə üzvləri əgər dövlət orqanlarına müraciət edirsə ki, dövlət orqanlarına müraciət edilə bilər təbii ki, bu müraciətlər 15 iş gününə baxılır. Əlavə araşdırma və yaxud da uzadılan müddət olmur. 15 iş gündən baxılıb cavablandırılmalıdır. Amma sırf desəm ki, xidmətlə əlaqəli müraciətləri rəislərinə ola bilər, bilavasitə rəisləri, bölük rəisləri, hər hansı birinə həmin müraciət tənzimlənir artıq bu qanunla deyil, silahlı qüvvələrin daxili xidmət nizamnaməsi və intizam nizamnaməsinə uyğun olaraq tənzimlənir. 5-ci maddə ümumiyyətlə bizə tətbiq dairəsinə uyğun olaraq, əgər deyilsə ki, referendum və yaxud seçkilərin keçirilməsi ilə bağlı müraciət seçki məcəlləsidir. Tərkibindən variantlarda bizi çaşdıracaq bir hissə insan hüquq və azadlıqları, hüquqları üzrə müvəkkilə olunan, yəni ombudsmana olunan müraciətlərdə diqqət eləmək lazımdır. İnsan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanunu ilə bir çox halda variantda gördüyümüz anda götürdük, amma qanun olaraq yazılmış olur. Konstitusiya qanunu ilə tənzimlənir həmin müraciətlərə baxılma qaydası. 3-cü maddə bizə əsas terminləri verir. Əsas terminlər arasında başlanğıcda qarşımıza anonim müraciət çıxıbsa, gəlin anonim müraciət haqqında danışaq. Müraciətə baxan subyekt və yaxud da vəzifəli şəxsin olmur təbii ki, müraciət. Bu müraciətdə vətəndaşın adı, soyadı, ata adı, ünvanı, şəxsi və yaxud da elektron imzası olmalıdır. Əgər bunlar yoxdursa, müraciət anonim sayılır. Amma hüquqi şəxslərdən necə olacaq bu proses? Adı, təbii ki, hüquqi şəxsin soyadı olur. Hər hansı bir şirkətin əməlcə ASC, QSC-nin bir soyadı olmadığına görə hüquqi ünvanını götürürük və rəhbərinin imzası olmalıdır. Olmasa həmin müraciət anonim sayılır. Bunun üzərindən verilən sual isə, misal üçün, deyir ki, əgər müraciətdə həmin göstərilənlər qeyd olunmayıb, amma firma rekvizitləri olan blankda göndərilir. Əgər firma rekvizitləri olan blankda göndərilmişdirsə müraciət, həmin müraciət baxılır. Çünki onsuz da həmin rekvizitlər firmaya aid olan rekvizitlərin
hər biri o blankın üzərində qeyd olunmuş olur. Yəni elə bilin ki, bir qovluğa biz müraciəti qoymuşuq. O qovluğun birinci hissəsində bütün məlumatlarımız yazılır. Artıq müraciətin mətnində bunu qeyd eləməsək də olar. Və yaxud da belə bir sual verilir ki, bizə, əgər müraciətimizi göndərmişik və həmin müraciətin tərkibində biz özümüzə dair məlumatları qeyd eləməmişik. Amma yekunda biz əlaqə vasitələrindən ən azı birini, misal üçün, öz nömrəmizi qeyd etmişik, həmin müraciət anonim sayılırmı? Təbii ki, sayılmır. Çünki əlaqə vasitələrindən ən az biri qeyd edilibsə, bu bizim hər iki qeyd elədiyim hal 6-cı maddəyə aiddir. 6-cı maddədə bizə qeyd edir ki, əgər hər hansı bir əlaqə vasitələrindən biri qeyd edilibsə və yaxud da firma rekvizitləri olan blankda təqdim edilibsə, o müraciətlər baxılır.